İnsan xeyir və şərlə imtahan olunur. İnsanların həyatları boyu müxtəlif şəkillərdə sınanacağını kitabın başında da ifadə etmişdik. Quranda bu sınaqların xeyirlə olduğu kimi şərlə də ola biləcəyi bildirilir. Qovulmuş şeytandan Allaha sığınıram. Səndən əvvəldə heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar? Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq bizə qaytarılacaqsınız. Ənbiya surəsi 34-35. Ayələrdə xəbər verildiyi kimi insan hər cür hadisə ilə sınana bilər. İnsan bolluq, zənginlik, nemət içindəykən də Allahın razı olacağı gözəl əxlaqı göstərməli, hər davranışında Allaha yönəlib, onun əmr və tövsiyələrinə çox böyük həssaslıq göstərməlidir. Çünki bolluq dünyanın keçici bəzəklərinə aldanan insan üçün fitnə mövzusu, sınaq, unutdurub yanıldan amil ola bilər. Amma imanlı bir insan nə qədər böyük nemətlər içində olursa olsun, əsla Allaha qarşı nankorluq etməz. İnsan bundan əlavə xəstəliklərlə, fəlakətlərlə, inkarçılardan gələn müxtəlif təzyiqlərlə, incidici söz, böhtan, tələ kimi hadisələrlə də imtahan oluna bilər. Lakin müsəlman bunların hamısının imtahanın bir hissəsi olduğunu bilir və bunlara səbir göstərməyin gözəlliklərə açılan qapı olduğunu unutmur. Bu insanlar qeyd etdiyimiz kimi dünya qarşılığında axirəti satın alaraq özləri üçün xeyirli ticarət etmişlər. Bilin ki, var dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafatsa Allah dərgahındadır. Ənfal surəsi 28-ci ayəsinə uyğun olaraq sahib olduqları hər şeylə sınandıqlarının şuuruna varmışlar. Canlarının, mallarının sahib olduqları hər şeyin Allaha aid olduğunu bildikləri üçün bunlarda meydana gələn azalma və ya artım onların əxlaqına, düşüncə tərzinə və Allaha olan sədaqətlərinə əsla təsir etməz. Quranda bu insanların gözəl əxlaqını təsvir edən bir çox ayə vardır. Qovulmuş şeytandan Allaha sığınıram. Lakin Allahın elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları hazırlanmışdır. Bu böyük uğurdur. Tövbə surəsi 88-89. Möminlər ancaq Allaha və onun elçisinə iman gətirən, sonra heç bir şək şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. Sadiq olanlar da məhz onlardır. Hucurat surəsi 15. Ayələrdə diqqət çəkildiyi kimi, bu dünya müsəlmanlar üçün Allah yolunda onun razılığını qazanmaq üçün cəhd edilən, xidmət edilən məkandır. Bədüzzaman Səid Nursi də dünya həyatının sadəcə xidmət yeri olduğunu, insanın çətinlik və gözəlliklərlə sınaqdan keçiriləcəyini, müsibətlərə, çətinliklərə səbr etməyin mükafatının da çox böyük olacağını bu şəkildə bildirir. Bu dünya həyatı imtahan meydanıdır və xidmət yurdudur. Ləzzət və mükafat yeri deyil. Madəm ki, xidmət yurdudur və qulluq məhəllidir, xəstəlik və müsibətlər dini olmamaq və səbr etmək şərti ilə o xidmət və qulluğa çox müvəffəqiyyət və qüvvət verər. Hər bir saatı bir gün ibadət hökmünə girdiyi üçün şikayət etmək deyil, şükür etmək lazımdır. Bəli, ibadət iki qismdir. Birinci qism müsbət, digəri isə mənfi. Müsbət qismi məlumdur. Mənfi qismi isə xəstəlik və müsbətlərdə zəifliyini və acizliyini hiss edib, rəhman olan Rəbbinə yönəlib, onu düşünüb, ona yalvarıb xalis qulluq edər. Bu qulluğa riya girə bilməz, xalisdir. Əgər səbr etsə, müsibətin mükafatını düşünsə, şükr etsə, hər bir saatı bir gün hökmünə keçər. Qısa ömrü uzun bir ömür olar. Hətta bir qism var ki, bir dəqiqəsi bir gün ibadət hökmünə keçər. Səid Nursinin bu hikmətli izahını ətraflı şəkildə düşünmək çox əhəmiyyətlidir. İnsan Allaha qulluq etmək, ona olan təslimiyyətini və bağlılığını hər hadisə qarşısında göstərməklə məhsuldur. İnsanın qarşısına çıxan çətinliklərə səbr etməyi də bu bağlılığı göstərməyin yollarından biridir. İnsan dünyada hər cür çətinliklə qarşılaşa bilər. Çünki bu, Allahın Quranda bildirdiyi dəyişməyən qanunudur.
Bu çətinlik və sıxıntı anları insanın gözləmədiyi zamanlarda da ortaya çıxa bilər və çox uzun müddət davam edə bilər, yaxud belə görünə bilər. Məsələn, insan varlı ikən kasıb ola bilər, müvəffəqiyyətli olduğu mövzuda ümid etmədiyi müvəffəqiyyətsizliklə qarşılaşa bilər, sevdiyi insanı itirə bilər, xəstələnə bilər, şikəst qala bilər. Amma bunların hamısı bu insan üçün sınaqdır və Allah belə sınaqlara səbr edən qullarını sonsuz gözəlliklə müjdələmişdir. Buna görə də insan dünya həyatındakı axirəti üçün çox qiymətli olan hər gününü, hər saatını, hətta hər dəqiqəsini və saniyəsini çox yaxşı qiymətləndirməlidir. Etdiyi hər işdə, hər hərəkətdə Allahı ən çox necə razı edərəm sualının cavabını axtarmalıdır. Vacib olan odur ki, insan dünyaya bağlanıb axirəti unutmasın. İnsanın Allahın huzuruna çıxdığı zaman sonsuz gözəlliklərə qovuşmağının yolu budur. Qovulmuş şeytandan Allaha sığınıram. Hər bir kəs ölümü dadacaqdır. Lakin qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim oddan uzaqlaşdırılıb cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, bu əzmkarlıq tələb edən əməllərdəndir. Ali İmran surəsi 185-186.